Siz burada məşğullaşmısınız, xidmət göstərirsiniz. Biz öz doğma torpaqlarımıza qayıtmışıq. Torpaqları döyüş meydanında azad etmişik. Düşməni öz torpaqlarımızdan qovmuşuq. Sizin kimi əskərlərin sayəsində. Bütün dünya gördü ki, Azərbaycan əskəri, Azərbaycan zabiti nəyə qadir? Azərbaycan bayrağını torpaqlarda ucaltdı. Azərbaycan xalqının ən böyük arzularını yerinə yetirdik. Döyüş meydanında qəhrəman Azərbaycan əskəri öz gücünü göstərdi bütün dünyaya. İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrində, ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu bir yenilik, 21-ci əsrin müharibəsidir. Həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etmiş. Cumhurbaşkanlığı idarəçisi. Sağ olun. Yaşasın Azərbaycan. Yaşasın Azərbaycan. Yaşasın Azərbaycan əskəri. Qarabağ. Bak ne güzeldi. Ne yumuşak. Apararız. Aparırız Bakıya. Bu bağlı kurmasından yiyeceğiz. Gün de çıktı. Cemiyet de bizi alkışlıyor, salamlıyor. Sahipleri gelir bu torpağa. Her gün biz ileriye gidiyoruz. Bir günde olmuyor 44 yıl ərzində ki biz geri çəkirik. Bir günde olmuyor ki hansısa məsələni biz həll etmirik. Hər gün səhər mənim tərəfimdən hər günün döyüş əməliyyat planı təsdiq edilirdi. Günün sonunda da təhlil edilirdi. Bugün səhərdən yağış yağırdı. Biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdır. Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qarabağ Azərbaycandır, yaşasın Azərbaycan əskəri, yaşasın Azərbaycan.